Ancaq bəzi adamlar məscidə gedə bilmir. Yəni evdə bu gecəni qeyd edir, belə deyək. Yəni evdə qeyd edən mömin hansı əməlləri yerinə yetirməlidir? Əlbəttə, bunu deyim ki, Qədr gecəsi tövsiyə olunur ki, cəmiyyət üçün olsun. Mümkün qədər möminlər məscidlərə, möminlərin toplaşdığı yerlərə gedib iştirak eləməkləri yaxşıdır, zəruridir. Çünki cəm halında olunan hava qəbul olunan, duanın qəbul olması buna təkid olunur ki, cəmdə insanlar iştirak eləsinlər. Amma hansısa bir, belə deyək də, müəyyən səbəblərdən insanlar məscidə gedə bilməsə, hansısa bir şərait olmasa, ya xəstəliklə bağlı, hansısa bir problemlə bağlı gedə bilmirsə, fərq eləməz məsciddə yaxud evdə. Mahiyyətcə həmin eyni şeyləri eləməlidir. Sadəcə olaraq mən bunu xüsusi belə qeyd edeyim ki, evdə biraz bilirsiniz, insan üçün biraz komfort yaranır. Təbii ki, bu, məsələn, məsciddə yaxud hansısa bir yerdə alınmır insan üçün. Evdə, məsələn, belədir ki, istədiyi vaxt durub, məsələn, su içə bilir, ya nə bilim, durub, çay içə bilər, hansısa bir əmrini. Bu, biraz əməli, bil, o gətirib haradasa insan üçün fasilə yarada bilir, biraz qırılmasına yarada bilir. Çünki bəzən hansısa bir halı insan özündə yaratmaq üçün 5-10 dəqiqə oturub bir fikir baxımından təmərküzləşməlidir, diqqətini toplamalıdır. Və arada bir, məsələn, kimsə bunu çağıracaq, ona cavab verəcək, oynadacaq, ilə söhbət edəcək, hansısa bir ki, o halı yarada biləcəksə, buna xüsusi diqqət eləsinlər. Bütün evdə olan insanlar bir-birlərini bu məsələdə çalışsınlar ki, fikir yayılmasından buna xüsusi diqqət eləsinlər.